Salam əziz abituriyentlər, sınaq izahlarımıza davam edirik. Bugün sınaq üçün izahını təqdim edəcəm. Mövzumuz litosfer və relyefdir. Birinci test tapşırığına diqqət edək. Suxurların mütləq yaşını soruşur. Doğru cavab C variantıdır. Suxurlardakı radioaktiv elementlərin parçalanma müddətinə əsasən müəyyən edilən yaşdır və dəqiq yaşı hesab edilir. A və B variantında qeyd edilən ifadələr isə nisbi yaşı əks etdirir. O isə təqribi yaşdır. Test 2-yə baxaq. Sxemi tamamlamaq tələb edilib. Burada qeyd edilən ifadələr soldakı cədvəldə gördüyünüz kimi Paleozoy erasına aid edilən dövrlərin ardıcılığını əks etdirir. Belə ki, Kembrdən sonra 1 rəqəminə uyğun olaraq Ordovik gəlməlidir. Silurdan sonra 2 rəqəminə uyğun olaraq Devon dövrü gəlməlidir. Daş kömürdən sonra 3 rəqəminə isə Perm dövrü uyğun gəlməlidir. Bu arada videonu saxlayaraq özünüz üçün bu geoxronoloji cədvəli yenidən təkrarlayın. Test 3-ə diqqət edək. Uyğunluğu müəyyən etmək tələb edilir. Burada geosinkron inkişafın birinci və ikinci mərhələsinə dair 6 ifadə verilib. Müvafiq xanalarda uyğunlaşdırmalıyıq. İlk öncə siz sol tərəfdə geosinkronun inkişaf mərhələlərini görə bilərsiniz. Geosinkron ərazilər yer səthinin aktiv mütəhərrik fəal ərazilərdir. Tavaların sərhədlərinə uyğun gəlir. Onların isə inkişafı 4 mərhələdən keçir. Hər bir mərhələ haqqında burada videonu saxlayaraq oxuyub tanış ola bilərsiniz. Qeyd edilən test tapşırığında uyğun cavablarını qeyd edək. A-da qeyd edilir ki, yer qabının böyük bir hissəsi enməyə məruz qalır. Bu ifadə birinci inkişaf mərhələsinə aiddir. B-də yazılan ifadə həmçinin o da elə birinci mərhələyə aiddir. C-dəki ifadə isə ikinci mərhələsi üçün səciyyəvidir. D-dəki ifadə də eyni zamanda ikinci mərhələsi üçün səciyyəvidir. Y-də yazılan ifadə birinci mərhələ üçün səciyyəvidir. F-də yazılan mərhələ isə ikinci mərhələ üçün səciyyəvidir və buna görə də doğru cavab B variantı edəcək. Yadda saxlamaq lazımdır ki, geosinkron inkişafın 3-cü mərhələsində biz cavan dağlarda qeyd edə bilərik. Burada yazıram, özü üçün qeyd götürün. Deməli, cavan dağlar Alp dağına gəlməsində formalaşanlar geosinkron 3-cü mərhələsinə aiddir. Ancaq qədim dağlar isə geosinkronun sonuncu mərhələsi olan platforma mərhələsinə uyğun gəlir. Test 4-ə baxaq. Cədvəli tamamlamaq tələb edilib. Birincidə bizdə platforma adları qeyd edilib. Platforma yer səthinin sabit ərazilərdir, hansı ki bu ərazilər tavaların mərkəz hissələrinə uyğun gəlirdi. Və xarici görünüşünə görə platforma 2 qatdan ibarət olduğunu görə bilərsiniz. Üst hissə örtük qatıdır, altdakı hissə isə kristallik binövrədir. Məhz altdakı hissə kristallik binövrə də maqmatik metamorfik mənşəli suxurlardan təşkil edib. Xüsusilə də platformanın qalxan hissələri sipər adlanır ki, bu hissədə altdakı kristallik binövrə səthə qalxır və onun tərkibindəki metallar da səthə yaxın olur və onları əldə etmək ucuz başa gəlir. İndi isə verilən tapşırığı tamamlayaq. Şimali Amerika üçün sipərlər və ya platformanın qalxan adlandırdığımız əraziyə misal kimi Labrador qeyd edə bilərik. Yazaq. Labrador qeyd edəcəksiniz ki, xüsusilə də Kanada ərazisindədir, şimal-şərqdədir. Labrador yarımadasında yerləşir. Labrador qalxmanı. Və faydalı qazıntı olaraq bu ərazi dəmir filiz ehtiyatla zəngindir. Daha sonra ikinci sətir üzrə baxdığımızda burada Qviana yaylasını görürük. Yerləşdiyi ərazi kimi Cənubi Amerikanı qeyd edə bilərik. Bu ərazidə isə filiz faydalı qazıntı kimi biz boksit ehtiyatını qeyd edə bilərik. Buna uyğun doğru cavab A variantı edəcək. 5 nömrəli test tapşırığına baxaq. Xəritə sxemi əsasən geosinkron inkişafının 3-cü mərhələsində əmələ gəlmiş dağların yerləşdiyi ərazilər müəyyən edin. Geosinkron inkişafının 3-cü mərhələsində yaranan dağlar yaşına görə bayaqlar bildirmişdik. Cavan dağlardır. Və sxemdə verilən dağların adlarını və onların yaşlarını qeyd etməyə çalışaq. Birinci dağ Himalay dağıdır. Himalay dağı cavan dağdır. O yüzden bir rəqəmi doğrudur. İkinci dağ. Bu ərazilərdə Altay və Sayan dağları yerləşir. Sayan dağları isə yenidən törənmiş qədim dağlardır. O bizim cavabımız olmayacaq. 3 rəqəmi ilə Apalaş dağıdır. Apalaş dağı Şimali Amerikada yerləşən qədim dağdır. Şimali Kaledon qırşında Cənubi Hersen dağı əmələ gəlmə mərhələsində formalaşıb.
Bu da cavabımız etməyəcək. Bildirmişdik ki, qədim dağlar geosiqnal inkişafının sonuncu mərhələsi olan platforma mərhələsinə uyğun gəlir. 4-cü dağ Cənubi Amerikanın qərb hissəsi boyunca meridian istiqamətində uzanan Ant dağlarıdır. Ant dağlar isə məhz Alp qırşığının məhsuludur, Cavan dağdır. 5-ci dağ Əjdaha dağdır. Afrika ərazisində yeganə cavan dağ Afrikanın şimal-qərbində Mərakeş ərazisində təxminən yerləşən Atlas dağıdır, hansı ki Alp-Himalay geosiqnal qurşağının ən qərb hissəsinə uyğun gəlir. Materik ərazisindəki digər dağlar isə yaşına görə qədimdir. Xüsusilə də Paleozoikasının Hersen dağının yanma mərhələsində formalaşıb. Qədim dağlar bildirdiyimiz kimi 4-cü mərhələyə uyğun gəlir. Bizdən isə 3-cü mərhələdən uyğun olan dağlar istəyir. 6-cı dağ Avropada yerləşən Alp dağıdır. Alp dağı ilə Alp qırşağında yerləşən, yaranan dağlardan biridir. Beləliklə, doğru cavab B variantı. Test 6-ya baxaq. Kimyəvi aşıma intensiv getdiyi ərazilər müəyyən etməyə tələb edilir. Kimyəvi aşıma rütubətli ərazilərdə gedir. Hansı ki, yağıntıların bol düşdüyü, misal üçün ekvatorial əraziləri bundan nümunə çəkə bilərik. Eyni zamanda mülayimin dəniz vilayətinin sərcəvi olduğu ərazilər də buna uyğun ola bilər. Bir rəqəmi ilə qeyd edilən ifadəyə baxaq. Böyük Britaniya adası. Böyük Britaniya adası bu ərazidədir. Gəlin qeyd edək. Və bu ərazi bildirəcəksiniz ki, mülayimin dəniz vilayətinə uyğun gəlir. Yağıntıların bol düşdüyü ərazidir və kimyəvi aşıma gedəcək. Doğrudur. 2 rəqəmlə Meksika yayləsi qeyd edilib. Meksika yayləsi isə bu ərazidir, hansı ki bu ərazi quraqdır. Adətən quraq ərazilərdə fiziki aşıma intensiv gedəcək. 3 rəqəmi böyük hövzədir. Hər tərəfdən dağlarla əhatə olunan bu ərazidə də qeyd edəcəksiniz ki, fiziki aşıma daha intensiv gedəcək. 4 rəqəmi Yava adasıdır. Ekvatorial iqlimin olduğu ərazilərdən biridir. Əlbəttə ki, bu ərazilərdə ifrat rütubətlənmə ilə əlaqədar kimyəvi aşıma intensiv gedəcək. Eyni zamanda 5 rəqəminə uyğun gələn Malakka yarımadasında da qeyd edəcəksiniz ki, kimyəvi aşıma intensiv gedəcək. 6 rəqəmlə qeyd edilən Somali isə uyğun olmayacaq. Hansı ki, Somali yarımadası bu ərazidədir və onun ətrafında qeyd edəcəksiniz ki, soyuq Somali cəryanı keçir. Bu da quraqlıq yaradır. Beləliklə 1, 4 və 5 doğru cavabımızdır. Y variantıdır. Test 7-yə baxaq. Azərbaycan ərazisində 8-9 ballıq zəlzələ zonasına aid olan ərazilər, Respublikamızın zəlzələnin daha aktiv olduğu ərazilər Şamaxı, eyni zamanda Gəncə və bir də Qapıcıq zirvəsi ətrafı qeyd edə bilərsiniz. Hansı ki bu ərazilər. Buna uyğun olaraq doğru cavab Gəncə ətrafı ərazilər və Qapıcıq zirvəsi ətrafı olmaqla A variantı edəcək. Ümumən bilməlisiniz ki, Respublikamızın ərazisi bütövlükdə Alp-Himalay geosiqnal qurşağındadır. Ərazi gördüyünüz kimi bütövlükdə seysmik zonadır. Test 8-ə baxaq. Xəritə sxemi əsasən poligon çöküntülərinin yayıldığı əraziləri təyin etmək tələb edilir. Əvvəla xəritəmizə bir diqqət edək. Poligon dövrün çöküntüləri Respublikamızın ərazisində daha çox Talış dağlarında, buna uyğun olaraq bir rəqəmi. Eyni zamanda Zəngəzur silsiləsi və Naxçıvanın bu ərazilərində Ordubad ərazisində geniş yayılıb, buna uyğun 3 rəqəmi. Həmçinin Böyük Qafqaz və Kiçik Qafqaz dağlarında səpinti halında geniş yayıldığını biz görə bilərik. 6 rəqəmlə yazılan ərazi təxminən gördüyünüz kimi bu ərazidə məhz qeyd edə bilərsiniz ki, poligon çöküntülərindən örtülüdür. Beləliklə 1, 3 və 6 doğru cavabımızdır. Əlavə olaraq 2 rəqəmli olduğu ərazi Ceyrançöl ərazisində biz görə bilərik ki, daha çox Neogen dövrünün çöküntüləri üstünü təşkil edir. 4 rəqəmlə yazılan Baş Qafqaz hissəsinin yüksək dağlıq hissələrində Mezozoyun, daha diqqətlə burada baxın, Yura dövrünün çöküntülərindən örtülüdür. Və 5 rəqəmlə qeyd edilən Murov dağının olduğu ərazidə də xüsusilə də Mezozoy erasının Yura və Təbaşi dövrünün çöküntülərinə rast gəlinir. Test 9-a baxaq. Şəkil sxemə əsasən dağ silsilələrini müəyyən edin. Bir rəqəmində burada 3120 metr görürük. Bu Kükü dağ zirvəsidir. Kükü dağ. Kükü dağ zirvəsi isə
Dərəliyəz silsiləsindədir. Dərəliyəzlə başlayan variantlarımız C, D və Y-dədir. Diqqətinizə burada Küküdağla tanış edək. Küküdağ gördüyünüz kimi 3120 metr Dərəliyəz silsiləsindədir. Bu bir rəqəmlə uyğun olan ərazimiz idi. 2 rəqəmi ilə 3124 metr, diqqət edirsinizsə 3124 metr bu ərazidədir və o Camış dağ zirvəsidir, hansı ki Murovdağ silsiləsində yerləşir. Qeyd edək. Camış dağ zirvəsidir və Murovdağ silsiləsində yerləşir. Doğru cavab artıq təyin edildi. D variantıdır. Dərəliyəz silsiləsi, Murovdağ silsiləsi. Son olaraq 4243 metr isə yan silsilənin ən düz nöqtəsi olan Şahdağ zirvəsidir. Gördüyünüz kimi yan silsilədə yerləşir. Qeyd edək ki, Şahdağ zirvəsi isə yan silsilədə yerləşir. Test 10-a baxırıq. Xəritə sxemə əsasən təknəvari dərələrin və gətirmə konusundan yayıldığı əraziləri müvafiq olaraq müəyyən edin. İlk öncə biz təknəvari dərələrin hansı ərazidə rast gəldiyini təyin edək. Təqdim edilən xəritəyə uyğun legendasında məlumat hissəsində biz nival buzlaq relyef formalarına uyğun gələn karlar, təknəvari dərə və morenlərin şərti işarəsini görürük. Əlbəttə ki, nival buzlaq dediyimiz yüksək dağlıq ərazilərində, xüsusilə də Böyük Qafqazın yüksək dağlıq hissəsində bu hissələrdə görə bilərik. Buna uyğun olaraq əlbəttə ki, biz bir rəqəmini seçə bilərik. Birinciyə elə 1. İkincidə isə gətirmə konuslarının formalaşdığı ərazini biz təyin edək. Gətirmə konusları su erozyon relyef formalarıdır, hansı ki, çayların xüsusilə də dağdan düzənə qovuşduğu hissədə, dağ ətəyində gətirib topladığı çöküntülərin formalaşması idi. Respublikamızda gətirmə konusunun şərti işarəsini görə bilərsiniz daha çox hansı ərazilərdə? Qanıqəyir çayda, eyni zamanda Şirvan düzündə, Gəncə, Qazax, Qarabağ düzü kimi dağ ətəyi ərazilərdə. Burada da məhz ona uyğun Şirvan düzündə yerləşən 3 rəqəmini görə bilərik. Beləliklə 1-ə 1, ikinciyə 3 ya da ki ardıcı olaraq elə 1 və 3 olaraq B variantı doğrudur. Test 11-ə diqqət edək. Doğru sıraları müəyyən etmək tələb edilir. Birinci şərti işarəmiz gördüyünüz kimi misin şərti işarəsidir və respublikamızda da məhz Gədəbəydə qeyd edə bilərsiniz ki, mis ehtiyatı mövcuddur. Misin Gədəbəydə Qaradağ yatağı var. Davam edirik. 1 doğrudur. 2 rəqəmi ilə nefti görürük. Neftin şərti işarəsinə uyğun olaraq Kürdəmir inzibati rayonu qeyd edib. Kür-Araz ovalında elə Kürdəmirin özündə də neft yatağı var. Qeyd edə bilərik ki, bu yatağın adı da Molla kənddir. Mezozoik yaşlı vulkanogen suxularda formalaşıb. 2 də doğrudur. 3 civənin şərti işarəsidir. Şərti işarələri birazdan sizə dərslikdə cədvəl formasında da ekrana gətirəcəm. Daha ətraflı yataqlarla tanış ola bilərsiniz. Ölkəmizdə həm Kəlbəcərdə, həm də Laçında qeyd edə bilərsiniz ki, civə yataqları var və Kəlbəcər arasında da biz Ağ yataq, Şorbulaq, Lefçay kimi civə yataqlarını görə bilərik. 3 də doğrudur. 4-cü gördüyünüz şərti işarə bildirəcəksiniz ki, təbii qazındır və təbii qazın lerikdə hər hansı bir təbii qaz yatağımız yoxdur. Lerik ərazisi bu ərazidir, burada təbii qaz ola bilməz. Yanlışdır. Növbəti bu dəmirin şərti işarəsidir. Diqqət edirsinizsə, dəmirin şərti işarəsinə uyğun olaraq Daşkəsən qeyd edib. Bu da doğrudur. Respublikamızın Daşkəsəndə dəmirin Hamançay, Dəmiroğlu və Yuxarı Daşkəsən kimi müxtəlif yataqları mövcuddur. Qara metallurgiyanın əsas xammalı hesab edilə bilər. Və 5-ci doğrudur dedik. 6-cıda nə qeyd edilib? Qızılın şərti işarəsi doğrudur. Ancaq ucarda hər hansı bir qızıl yatağımız mövcud deyil. Kür-Araz ovalı kimi ərazilərdə bildirəcəksiniz ki, ovalıqlarda çökmə suxurlardan əlaqədar qeyri-filiz faydalı qazıntılar, daha çox gil, qum və s. bu tipli çöküntülər rast gəlinəcək. Ona görə də biz bildirə bilərik ki, 6 da yanlışdır. Beləliklə 1, 2, 3 və 5 doğrudur. Burada 4 və 6 olan variantları silərək doğru cavab tapa bilərsiniz. 6 var, silirik, 4 var, silirik, 6 var, silirik və doğru cavab D variantı edəcək. İndi isə sizə şərti işarələrə əsasən cədvəl formada dərslikdəki məlumatı təqdim edim.
Əziz yoldaşlar, dərslikdə qeyd edilən bu anlayışları yenidən özünüz üçün oxuyun. Qəbula qədər əzbərləməyə çalışın, dəfələrlə baxın. Əzbərçiyə yönəlmiş anlayışlar qısa zaman içərisində unudulur. Təkrarlamaqla biliklərinizi möhkəmləndirə bilərsiniz. Biz isə növbəti testin izahına baxaq. Test 12-yə baxırıq. Tektonik zonaya uyğun gələn relyef vahidlərini müəyyən edin deyir. Qeyd edilən tektonik zonaları tektonik xəritəmizdən gəlin təyin edək. Ön Qafqaz çökmə bu birinciyə uyğun gələcək. Davam edirik. İkinci isə Kiçik Qafqaz qalxmasıdır. O isə 4 rəqəmlə uyğun olaraq həm bu ərazidə, həm Naxçıvanda, həm də Talış ərazisindəki dağlıq zonanı götürəcəksiniz. Müvafiq olaraq oroqrafik vahidləri oxuyaq. Birdə yazır ki, Şollar düzü. Şollar düzü yoldaşlar, bax bu hissədə qeyd edə bilərik. Və Şollar düzünün də yerləşdiyi tektonik zona ön Qafqaz çökməsi olacaq. 2-də Murov dağ silsiləsi. Murov dağ silsiləsinin yerləşdiyi ərazi bax gördüyünüz bu hissədir. Və bu hissə əlbəttə ki, Kiçik Qafqaz qalxması zonasına uyğun gəlir. 3-də Samur Dəvəçi ovalığıdır. Bu ərazi qeyd edə bilərsiniz ki, Samur Dəvəçi ovalığı bu hissədir. Və o da ön Qafqaz çökmə zonasına uyğun gəlir. Bu arada bunlar rəqəmlərlə qeyd edilib. Biz də o şəkildə qeyd edək. 1, 2, 3. İndi isə 4-ə baxaq. Şahdağ silsiləsi. Burada qarışdırmayın. Adətən Şahdağ zirvəsi ilə abituriyentlər qarışdırır. Zirvə deyilərsə bu yan silsilədə yerləşir və Böyük Qafqaz qalxmasındadır. Amma burada Şahdağ silsiləsi yazılıb. Bu isə əlbəttə ki, Ermənistan sərhədində yerləşən və Kiçik Qafqaz tektonik qalxma zonasına aid edilən oroqrafik vahiddir. O yüzden də bunu qeyd edəcəksiniz ikinci tərəfə. Beşkəsər silsiləsi isə Talış dağlarındakı silsilədir. Hansı ki, Talış dağlarının tərkibində əsas oroqrafik vahidlər Talış dağları, Beşkəsər silsiləsi, Buravar silsiləsi və 21 rəqəmlə uyğun olaraq Dizdoni silsiləsini qeyd edə bilərsiniz. 21-i də buradan oxuya bilərsiniz. Deməli, Beşkəsər də gedəcək. Kiçik Qafqaz tektonik qalxmasına biz daha əvvəl qeyd eləmişdik ki, Kiçik Qafqaz tektonik qalxması deyəndə 4 rəqəmlə uyğun olaraq elə Talış dağları da bura aiddir. Naxçıvandakı dağlıq ərazilərdə, eyni zamanda Kiçik Qafqaz vilayətindəki dağlarda bu zonaya aid edilir. Beləliklə 1, 3 və 2, 4, 5 şəklində A doğrudur. Test 13-ə baxaq. Doğru bəndləri bizdən müəyyən etmək tələb edilir. Qeyd edilən ifadələr okean dib relyefinə aiddir. Sol tərəfdə xəritədə siz, daha doğrusu sxemdə okean dib relyefinin quruluşunu görə bilərsiniz. Burada müvafiq olaraq materik dayazlığı, materik ətəyi, materik ətəyindən sonra okean dibin əsas relyef forması olan abissal düzənlikləri görə bilərsiniz. Orta okean silsiləsini görə bilərsiniz və okean dibindəki ən dərin nöqtələr olan okean ovlarını görə bilərsiniz. Materik dayazlığından sonra burada materik yamacı gəlir, az öncə diqqətsizlik elədik. Aşağıda isə ona uyğun xüsusiyyətlər qeyd edilib, biz isə ifadələri oxuyaq. Meyli az, qalın çökmə süxurlarla örtülü sahələr bu materik dayazlığıdır. 200 metrə qədər olan əraziləri əhatə edir, hansı ki, həmin ərazilər şef zonalarda adlanır. Buna materik dayazlığı deyək qısaca. Materiklə okean yer qabığının sərhədində isə materik ətəyi yerləşir, hansı ki, qranit qatı burada yoxa çıxmağa başlayırdı. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutan isə okean yatağıdır. Okean yatağı həm də abissal düzənliklər də adlanır və ya abissal düzənliklər. İndi isə buna uyğun ifadə 1 materik dayazlığı, 2 materik ətəyi, 3 abissal düzənliklər şəklində A doğrudur. Test 14-ə baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Qafqaz dağları və Balkan yarımadası təqdim edilib. Xəritədə gördüyünüz bu isə Qafqaz dağlarına uyğun gəlir. Bu ərazi isə Balkan yarımadasıdır. İndi isə həmin ərazilər fikirləri oxuyaq. Seismik ərazidir. Bilirsiniz ki, təqdim edilən hər iki ərazi bütövlükdə Alp-Himalay geosiqnal qurşağına uyğun gəldiyinə görə seismik ərazi olması ortaq olacaq. Ən hündür zirvəsi sönmüş vulkandır. Elbrus dağı sönmüş vulkandır. O yüzden də Qafqaza gedəcək 2-dəki ifadə. Əhəng daşı süxurları ilə örtülüdür. Balkan yarımadası üçün zərcəvidir. Burada hətta əhəng daşların geniş yayılması Kars prosesinin intensiv getməsinə səbəb olmuşdur.
Həmçinin 4-də də az öncə dediyim ifadə görə bilərsiniz. Kars platosu vardır. Həqiqətən də yumuşaq əhəng daşı kimi suxurların geniş yayılmasına qədər Kars platosu da formalaşır Balkan yarımadasında. Tetis okeanın qalığı hesab olunan su hövzələrinin ətrafında yerləşir. Qədim Tetis okeanın qapanması nəticəsində Aralıq dənizi, Qara dəniz, Xəzər, eyni zamanda Aral kimi dəniz və göllərin yarandığını qeyd edə bilərik. Balkan yarımadasının ətrafında da qədim Tetisin qalıqları olan Aralıq, Qara və digər buradakı Egey, Mərmərə kimi dənizləri, eyni zamanda Qafqaz dağında ətrafında biz Xəzər və yaxud da ki, hər hansı Qara dəniz kimi su hövzələri görə bilərik. O yüzden 5-dəki ifadə hər ikisi üçün ortaq olacaq. Doğru cavab 1'ə 2, 2'ə 3, 4 və 3-cüyə 1, 5 olaraq B doğrudur. 15 nömrəli testə baxaq. Kimmeri, Alp, Hersin dağ əmələ gəlmə mərhələlərində yaranmış dağlar müvafiq olaraq müəyyən edildir. A variantında Çerski dağı qeyd edilib. Çerski dağı təxminən bu hissədədir və Kimmeri dağ əmələ gəlmə mərhələsinə aiddir. Doğrudur. Böyük Xinqan dağı təqribən bu hissədədir. O isə Hersin dağ əmələ gəlmə mərhələsinə yaranır. Doğrudur. Daha doğrusu bizə 2-də Alp qırşığına uyğun gəlməlidir. O yüzden də A variantı yanlışdır. Davam edək. B-də Ural dağı qeyd edilib. Ural dağı təxminən bu hissədə yerləşir. Hersin dağ əmələ gəlmə mərhələsində yaranıb, amma bizə Kimmeriyə uyğun olmalı idi. Buna görə B-də yanlışdır. C-də Himalay dağı qeyd edilib. Himalay cavan dağdır. Alp-Himalay geosiqnal quşağında yerləşən Himalay dağı Alp qırşığında yaranıb. Bizə isə Kimmerdə yaranmalıdır deyə deyilmişdir. C-də yanlışdır. D-yə baxırıq. Kunlun dağı. Kunlun dağı bu hissədədir. Mezozoikin Kimmeri qırşığında yaranan dağlardan da doğrudur. Daha sonra Karpat dağı qeyd edilib. Avropadakı Karpat dağı əlbəttə ki Alp qırşığına uyğun gələcək. O da doğrudur. Apalaç dağı da Şimali Amerikadakı məhz bir hissəsi Hersində yaranması ilə əlaqədar, o da doğrudur. Beləliklə D doğrudur. Y-də Altay dağı. Altay dağı bilməlisiniz ki, bunlar Kaledon və Hersində yaranan dağlardır. Hansı ki, Kaynezoda yenidən qalxmağa məruz qalıb, Kimmerdə formalaşmayıb və Y-də yanlışdır. 16 nömrəli testə baxırıq. Uyğunluğu müəyyən edin. Amazon ovalığı və Braziliya yaylasına dair ifadəyə uyğunlaşdırmalıyıq. Təqdim edilən ərazilər buradadır. Amazon ovalığı bu birinci ərazimizdir. Braziliya yaylası isə ikinci ərazimiz olacaq. İfadələri oxuyaq. Səthi hamar düzənlikdir. Hamar düzənlik ovalıqlar üçün səciyyəvidir. Amazon ovalığı uyğun olacaq. Filiz mənşəli faydalı qazıntılar dendasyon mənşəli yaylalar üçün səciyyəvidir. Əlbəttə ki, Braziliyada filiz mənşəli dəmir və boksit ehtiyatı mövcuddur. B gedəcək ikinciyə. Geniş çay dərələri malikdir. Çay dərələrinin geniş olması ovalıqlarda müşahidə edilən bir prosesdir. Amazon ovalına aiddir. Ərazində kəllə qənd kimi dendasyon relief formaları rast gəlinir. Bu ifadə Braziliya yaylasındadır. Hətta kəllə qəndin zirvəsinə qeyd edə bilərsiniz ki, kanat xətti də çəkilmişdir. Səthi alüvyal çöküntülərlə örtülüdür. Alüvyal çöküntü, çay çöküntüləri ovalıqlarda xüsusilə də qalın olur və qeyd edəcəksiniz ki, bu ifadədə Amazon ovalı üçün səciyyəvidir. Beləliklə 1-ə A, C, Y və 2-yə B, D olaraq Y doğrudur. 17 nömrəli tapşırığa baxaq. Sxemə əsasən A zirvəsini müəyyən edin. A zirvəsi qeyd edilib ki, 3904 metrdən 784 metr daha aşağıdadır. A zirvəsinin hündürlüyünü ilk öncə təyin edək. 3904 çıxılsın 784. 3120 metrdir. 3120 metrdə əlbəttə ki, Dərəliyəs silsiləsinin zirvəsi olan Kükü dağı uyğun gəlir. C doğrudur. Qeyd edilən zirvə bu hissədə yerləşir. Kükü dağdır. 3120 metr və Dərəliyəs silsiləsində yerləşir. Naxçıvan ərazisində Ermənistan sərhədində. Digər variantların da hündürlüklərini sizə xəritədən istifadə edərək göstərim. Misal üçün, A-da qız yurdu qeyd edilib. Talış dağlarında yerləşən qız yurdu 2493 metr hündürlüyə malikdir. Dübrar dağ Böyük Qafqazda yerləşən bu zirvə
Dübrədağ silsiləsində yerləşir və 2205 metr hündürlüyə malikdir. Böyük Kirş dağı isə D variantında Qarabağ silsiləsində yerləşən Böyük Kirş dağı 2725 metr hündürlüyə malikdir. Y variantındakı Kəpəz isə qeyd edəcəksiniz ki, Kəpəz dağı Murovdağ silsiləsində yerləşən zirvələrdən biridir. 3066 metr hündürlüyə malikdir. 18 nömrəli tapşırığa baxaq. Hərəkət istiqaməti yanlış göstərilmiş litasfer tavalarını tapmaq tələb edilib. Bir rəqəminə diqqət edək. Sakit Okeanın şimal-qərbə doğru hərəkətini biz həqiqətən də doğru olduğunu görə bilərik. Bu istiqamət hərəkət edir. 2 rəqəminə diqqət edək. 2 rəqəmi ilə Avrasiyanın bu hissədə şimal-qərbə getdi göstərilir. Ancaq tam əksinə cənub-şərqə doğru getməli idi. Əslində bu şəkildə olmalıdır. Deməli 2 yanlışdır. Bizə yanlış istədiyiniz 2-ni götürəcəksiniz. 3 də yanlışdır. Diqqət edirsinizsə, Naska tavası əslində şimal-şərqə doğru getməlidir. Yəni bu istiqamətdə getməlidir. Yanlış göstərilib. 4 də yanlışdır. Afrika litasfer tavası şimal-şərqə getdiyini görürük. Ancaq burada cənub-qərbə getdiyini göstəriblər. Deməli, digərləri isə doğrudur. Bu arada bu hissədə xüsusi Hindistan tavasını da ayırmaq lazım gəlir və onun da hərəkətinə baxdığımızda şimal-şərqə gedir. Eyni zamanda Hind-Avstraliyanın digər hissəsi də əlbəttə ki, şimal-şərqə gedəcək. Bunlar doğrudur. Beləliklə, doğru cavab Y variantı. Test 19-a baxaq. Kordilyer dağlarının mərkəz hissəsinə aid olan relyef formaları vahidlərini müəyyən etmək tələb edilir. Mərkəz hissələrində yoldaşlar bilməlisiniz ki, Meksika yaylası, Kolorado platosu və Böyük Özdə yerləşir. Buna uyğun ifadələr B variantında qeyd edilib. Diqqət edirsinizsə, Böyük Özdə təxminən bu hissədə yerləşəcək. Kolorado platosu bir qədər aşağıda və Meksika yaylası da bu hissədə mərkəz hissədə yerləşəcək. A variantındakı qayalı dağlar qeyd edə bilərsiniz ki, Kordilyerin şərq hissəsinə uyğun gəlir. Kaskad dağları isə onun qərb hissəsinə uyğun gələcək. Kaskad dağları qərbindədir. C variantında Meksika yaylası doğrudur, ancaq Sierra Madre dağları ilə Meksikanı əhatə edən dağlardır. Burada bir dənə Sierra Madre pozu, Böyük Özdə isə ödəyir. D variantında Sierra Madre yenə pozacaq. Kaskad dağları da qərbdədir. Bu da pozur. Qara dağlar şərqdə pozacaq. Kolorado Meksika ödəsə də Kaskad qərbdədir. Buna görə Y də yanlışdır. Test 20. Əlamətlərin aid olduğu relyef vahidini müəyyən edin deyir. Boliviya və Çili sərhədində yerləşən yayladır. Ant dağlarında yerləşir. Quraqlar davamlı bitkilərlə örtülmüşdür. Söhbət Altiplanodan gedir. Y variantı doğru cavabdır. Təxminən 20 cənub enliyində bu hissədə yerləşir. Qeyd edə bilərsiniz ki, dağlar əhatə edildiyinə görə rütubətli hava daxil edə bilmir və yüksək quraq yayladır. Test 21-ə baxıram. Sxemə uyğun gələn relyef vahidini müəyyən etmək tələb edilir. Burada gördüyünüz kimi əyilib enən və əyilib qalxan hissələr var. Qeyd edəcəksiniz ki, qalxan hissələr antinknaldır. 50 benensələr sinknallardır. Bu əlbəttə ki, geosinknal ərazilər üçün səciyyəvidir. Hansı ki, burada süxurların qırışmaları baş verir. Geosinknal ərazilərdə belə relyef formaları yarandığını görürüksə, təbii ki, cavan dağ misal çəkə bilərsiniz. Təqdim edilən relyef vahidləri Afrikada olan Əjdaha dağı qeyd edə bilərsiniz ki, bu hissədədir və qədim dağdır. Onlarda adətən Horst və Grabenlər formalaşır. Horst Grabenlərin sxematik təsviri bu şəkildədir. Qırılıb yuxarı qalxan hissəsi Horst, qırılıb enən hissəsi isə deyəcəksiniz ki, Grabendir. Bu hissəsi də Horstdur. Davam edirik. Darfur platosu da Əhəqqar-Tibesti Darfur mərkəzi hissədə böyük səhranın ortasında şahid dağlardır. Deyəcəksiniz ki, bu ərazidə bu sxemə uyğun deyil. Burada C uyğundur. Afrika materikinin yeganə cavan dağı olan Atlas dağı məhz doğru cavabımız olaraq qeyd ediləcək. Hammersli Avstraliyadakı qədim dağdır. Şərqi Afrika yaylası da məhz qədim ərazilərdir. Sadəcə yenidən bir qədər aktivləşmiş zonadır. Ümumən sxemə uyğun gələcək relyef vahid kimi biz C-dəki Atlas dağı qeyd edəcəyik.
22 nömrəli tapşırığa baxırıq. Sxemi tamamlamaq tələb edilir. Filiz faydalı qazıntılar kimi qeyd etməliyik 1 və 2-yə. Filizlər metallardır, hansı ki A variantından başlayaq. Mis yazılıb. Həqiqətən mis. Deyəcəksiniz ki, filiz faydalı qazıntıdır. Dəmir də eyni zamanda filiz faydalı qazıntıdır. Daha sonra mis ehtiyatının Afrikada 3 rəqəminə yayıldığı ərazi kimi ölkə kimi Kongo Demokratik Respublikası doğru qeyd edilib. Eyni zamanda dəmir filizinin Cənubi Amerikada geniş yayıldığı ərazilərdən biri də Braziliya yaylasıdır. Buna uyğun doğru cavab belə A variantı düzgün verilmişdir. B variantındakı xətanı izah edək. Alüminium qeyd edilib 1-ə. 2 rəqəmlə də mis qeyd edilib. Misirdə alüminium ehtiyatı yoxdur, o yüzden də ödəməyəcək. C-də qızıl ehtiyatı və mis ehtiyatı müvafiq qeyd edilib. Mərakeşdə qızıl ehtiyatı yoxdur, yenə yanlış olacaq. Dəmir ehtiyatı Zambiyada, Kongo Demokratik Respublikası Zambiyada mis ehtiyatı idi, Mərkəzi Afrika quşağı olaraq. O yüzden də yenə də yanlış olacaq. Qala ehtiyatını Efiopiya yazıb, bu da uyğun gəlmir. Xəritə sxemdə ştrixlənmiş əraziyə aid xüsusiyyətlər müəyyən edin deyir. Təqdim edilən ərazi gördüyünüz kimi La Plato ovalığıdır. Dendrasiya mənşəli deyil, ovalıqlar akkumulyativ mənşəlidir. Alüvyal çöküntülərlə örtülüb, yəni Parana çayı və onun qollarını gətirdiyi çay çöküntülərlə örtülüdür. Doğrudur, alüvyal çay mənşəli idi. Suxurların toplanması nəticəsində yaranır. Bəli, akkumulyativdir, toplanma nəticəsində yaranır. 2-3. Yerləşdiyi qitənin ən böyük düzənlikləridir. Deməli, düzənlikləridir. Yerləşdiyi qitənin ən böyük düzənliyi Amazon ovalığıdır. Yoldaşlar, burada La Plata ovalığından əlavə həmçində Meksikas yanı burada ovalıqda var, Şimali Amerikada. Onu diqqətdən yayındırmışam, qeyd edək. Meksikanı ovalıqla eyni zamanda La Plata ovalığı üçün oxşar cəhəti bizdən istəyir. Yenidən ifadələrə baxaq. Hər ikisi ovalıqdır, deməli dendrasiyon yox, hər ikisi akkumulyativdir. Hər ikisində alüvyal çöküntülərlə örtülüb, bəli, bu ərazilərə də çay çöküntüləri gəlir və iki də hər ikisi üçün ortaqdır. Mississippi çayının gətirdiyi, topladığı çöküntülər də mövcuddur. Suxurların gətirib toplanmasına yaranır. Bu da doğrudur. Qitənin ən böyük düzənlikləridir. Qeyd edə bilərik ki, ən böyük düzənlik olaraq biz Şimali Amerikada Mississippi ovalığını bu hissədə, Cənubi Amerikada da xüsusilə də Amazon ovalığını qeyd edə bilərdik. Seysmik cəhətdən sabit ərazilərdə yerləşir. 5 doğrudur. Beləliklə 2-3 doğru cavabdır. Test 24'ə baxaq. Dağ silsilənin mütləq hündürlüklərinin artmasına görə ardıcılı müəyyən edin. Mütləq hündürlük dənizdən olan hündürlükdür. Artma deyirsə, kiçikdən böyüyə doğru ardıcı düzməliyik. Təqdim edilən silsilənin yerlərinə sizi tanış edək. Murov dağ silsiləsi gördüyünüz kimi bu hissədədir. Bu bir rəqəmidir. Daha sonra Ləngəbil silsiləsi Böyük Qafqazın cənub-şərqində yerləşən adətən alçaq dağlıq ərazi kimi qeyd edilir. 2 rəqəmi. Davam edirik. Elə burada ən aşağı olan Ləngəbiz olacaq. 2 ilə başlayacağıq. Davam edirik. 3 rəqəmi ilə Qarabağ silsiləsidir. Qarabağ silsiləsi bu hissədə Kiçik Qafqazda yerləşir. Ən hündür nöqtəsi Böyük Kirstağıdır, 2725 metr. Və bir də Şahdağ. Burada diqqətli olun. Şahdağ zirvə deyil, silsilədir. Söhbət silsilədən gedir. Burada diqqət edirsinizsə, Şahdağ silsiləsi deyiriksə, əlbəttə ki, Ermənistan sərhədində olan Şahdağ silsiləsinin söhbət gedəcək. Ən hündür nöqtəsi Qoca dağdır, 3316 metr. Bu da olsun 4 rəqəmi. Müvafiq olaraq artma deyirsə, əlbəttə ki, birinci Ləngəbiz alçaq dağ 1000 metrə qədər olan, daha sonra Qarabağ silsiləsi gələcək. Az öncə qeyd etdiyimiz kimi 2725 metr mütləq hündürlük olaraq Böyük Kirstağıdır ən hündür nöqtəsi. Daha sonra Şahdağ silsiləsi gələcək. Burada ən hündür nöqtə gördüyünüz kimi Qoca dağda 3316 metr. Son olaraq ən hündür isə Murov dağ silsiləsidir. Burada ən hündür nöqtə Camış dağda 3724 metr olacaq. Ardıcı olaraq siz 2, 3, 4, 1 şəklində qeyd etməlisiniz. 25-ə baxaq. Şimali Avropanın relyefinə aid xüsusiyyətlər müəyyən edin. Şimali Avropa regionu bu ərazidir.
Relyefinə diqqət etdiyimizdə əsasən Skandinaviya dağlarında sahilə paralel qədim Skandinaviya dağını görürük. Onun da hündür nöqtəsi 2469 metr olan Kalkapigin dağıdır. Bir doğrudur. 2469 metr hündürlüyə malikdir, qədimdir. Kaledon qırışında Paleozoy erasında formalaşıb. Cavan dağlar üstünü təşkil edir, yox qədim dağlar üstünü təşkil edəcək, bir doğrudur. Fiord tipli sahillər var. Bəli, 4-cü buzlaşmasına qədər olaraq sahilləri dik sıldırımlı, yamaca malik fiord tipli sahillərə malik olacaq. Valda yüksəkliyi burada deyil. Valda bilirsiniz ki, Şərqi Avropadadır. O yüzden də 4 yanlışdır. Əvvəllər dəniz dəyəzi olmuş polderlər mövcuddur. Bu ifadə qeyd edəcəksiniz ki, Şimal dəniz sahilləri üçün xüsusilə də bu ərazi üçün səciyyəvdir. Yəni Şimali Avropa yox, Orta Avropa üçün səciyyəv olacaq. O yüzden də polder dediyimiz həmin ifadə götürməyəcəksiniz. Doğru cavab 1 və 3'tür. 26'ya baxaq. Seismik zonalarda yerləşən yaylaları müəyyən edin deyir. Anadolu yayləsi doğrudur. Çünki Anadolu yayləsi Türkiyə ərazisindədir. Qeyd edəcəksiniz ki, Alp-Himalay geosiqnal qurşağında yerləşir. Qərbi Avstraliya. Avstraliya bütövlükdə bilməlisiniz ki, platformada yerləşir. Və o yüzden də bu ərazi seismik deyil, platformadır. Tibesti, bu arada Tibetlə qarışdırmayın. Tibet desəydi doğruydu, ancaq Tibesti Afrikanın şimalında böyük səhrada olan Əhəkkar Tibesti Darfur təqdim edən bu ərazidəki şahid dağdır. Meksika yayləsi doğrudur, çünki Meksika yayləsi Antkordilyer seismik qurşaqda yerləşir. Gördüyünüz kimi Meksika yayləsi bu hissədədir. Orta Sibir donuşduq və platform ərazidir. Orta Sibir yayləsi deyəcəksiniz ki, ödəməyəcək. Colorado isə ödəyəcək. Şimali Amerikada Colorado platosu ödəyir. Bu ərazidir və beləliklə doğru cavab 1, 4, 6 olacaq. Növbəti tapşırığa baxaq. Uyğunluğu müəyyən edin deyir 27-də. Vulkanlar qeyd edilib. Bir rəqəm ilə Pinatubo vulkanı verilib. Xəritədə Pinatubanın olduğu əraziyə baxaq. Apo və Pinatuba bilirsiniz ki, Filippindədir və buna uyğun da A uyğun gələcək. 2 rəqəmlə Kuliçesovkasi bu Rusiyanın Kamçatka ərazisindədir. Yəni Y uyğun gələcək. 3 rəqəmlə Etnadır. Etna bilməlisiniz ki, Siciliya adasındadır. Siz çaşdırmaq üçün Apennin yarımadasına adını qoyub. Buradakı Vezuvidir. Beləliklə doğru cavab deməli 1'ə A, 2'yə 3'ə B olacaq. Situasiya ilə tanış olaq. Azərbaycan ərazisində ən qədim süxurlar eyni tektonik zonaya aid olan müxtəlif ərazilərdə aşkar edilmişdir. Onların yaşı 400-450 milyon ildən çoxdur. Əvvəla siz Azərbaycan geoloji xəritəsindən tanış ola bilərsiniz ki, ölkəmizdə ən qədim yaşlı süxurlar Paleozoy erasında formalaşıb. Söhbət Alt Paleozoy yaşı çöküntülərdən gedir. Respublikamızda bu tip süxurlar qeyd edə bilərsiniz ki, Tovuz rayonu Əsirçay, Zəngçay hövzəsindədir. Eyni zamanda Naxçıvanda Sədərə qalxmasında üzə çıxmışdır. İndi isə situasiya uyğun təqdim edilən birinci tapşırığa baxaq. 28 oxuyaq sizlər üçün. Mətndə verilmiş süxurların aid olduğu geoloji era. Birinciyə siz məhz geoloji eranın adını qeyd etməlisiniz. Paleozoy yazacaqsınız. Daha sonra isə tektonik zonanı qeyd etməlisiniz. Hansı ki, bəhs edilən hər iki ərazi həm bizim Tovuz rayonu Əsirçay Zəngçay hövzəsi, həm də Sədərə qalxması Kiçik Qafqaz qalxmasıdır. Qeyd edirik. Kiçik Qafqaz qalxması bu şəkildə qeyd edirsiniz. Növbəti 29 nömrəli situasiya tapşırığına baxaq. Mətndə verilmiş süxurların hansı ərazilərdə yayılmışdır? Ən azı 3 nümunə qeyd edin. Misal üçün Əsrikçay, Zəyəmçay hövzəsində, eyni zamanda Sədərə qalxmasında qeyd edə bilərsiniz. Müvafiq olaraq Əsrikçay yazaq. Əsrikçay, Zəyəmçay. Həmçinin Naxçıvan ərazisində Sədərə qalxması. Mən qısaca yazıram. Eyni zamanda Dərəliyəs silsiləsində götürə bilərsiniz. Beləliklə bu ərazilər bizim tapşırığın cavabı olacaq.
30 nömrəli tapşırığa baxaq. Xəritə sxemi əsasən mətndə verilmiş süxurların yayıldığı məntəqələri müəyyən edin. Təqdim edilən ərazilərə 2 və 5 uyğun gələcək. 2-də qeyd etdiyimiz kimi Tovuz rayon Əsirçay Zəngçay hövzəsi, 5 rəqəmi isə Sədərək qalxması, eyni zamanda biraz bu tərəfdə isə Dərəliyəz silsəsi qeyd edilə bilər. Belə, bu da bizim bugünkü 3-cü sınağın geniş halda izahı. Ümid edirəm ki, qarşıdakı imtahan üçün təkrarlamaq üçün əla fürsət qazanacaqsınız bu video vasitəsilə. Hər birinizə uğurlar arzu edirəm. Növbəti izahlarımızda görüşəndək. Hələlik.